Əziz uşaqlar, dünən 11-ci siniflərə buraxılış imtahanına dəstək məqsədilə bir sınaq paylaşmışdım. Cavabları da qeyd olunmuşdu. Dəstəyi davam elətdirmək adına hətta qısa bir izah videosu da çəkməyə çalışacağam. İndi ümidvaram ki, hər biriniz üçün faydalı olacaqdır. Başlayaq. Aşağıdakı cümlələrdən birində həm kəmiyyətə görə uzlaşma, həm də qrammatik norma pozulmuşdu. Belə deyək, uzlaşma təkə-tək, cəmə-cəm istəyir. Yəni mübtəda təkdirsə, xəbər də təkdə olmalıdır. Amma qrammatik norma biraz fərqlidir. Buna gəlin elə variantlar üzərindən baxarıq. A variantında deyir, itlər gecədən bəri hürüşürdü. Burada uzlaşma pozulubdur. Çünki mübtəda cəmdədir. Hürüşürdü təkdədir. Deməli, uzlaşma pozulubdur. Amma qrammatik norma gözlənilibdir. Çünki əgər mübtəda heyvanla ifadə olunarsa, bu zaman xəbər təkdə də olar, cəmdə də olar. Burada norma pozulmuş hesab olunmayacaqdır. B variantında deyir, həmin gün şəhərdə cavanların əlində bayraqlar dalğalanırdı. Yenə burada uzlaşma pozulubdur. Çünki bayraqlar mübtədası cəmdədir, dalğalanırdı təkdədir. Uzlaşma pozulub, amma qrammatik norma yenə gözlənilibdir. Çünki mübtəda cansız deməli əşyalarla ifadə olunduqda xəbərdə təkdə olmalıdır. Deməli, qrammatik norma gözlənilibdir. C-də gəlir, toylar başladılar. Burada elə qrammatik norma pozulubdur, amma uzlaşma gözlənilibdir. Çünki toylar cəmdədir, başladılar da cəmdədir. Uşaqlar sevindilər, süfrələr quruldular, kebablar çəkildilər. Bu cümlələrdə uzlaşma gözlənilibdir, amma müəyyən mənada norma pozuntusu var. Çox zaman uzlaşma məsələsində biz söz birləşməsinə diqqət eləməliyik. Gəlin baxaq D variantına. Deyir ki, işçilərin çoxu marşın keçməsini səbirsizliklə gözləyirdilər. Gözləyirdilər kim? İşçilərin çoxu. Bizim mübtədamız burada söz birləşməsi ilə ifadə olunubdur. Və biz söz birləşməsindən ifadə olunduqda uzlaşmanı əsas tərəfə əsasən aparacağıq. Ona görə çoxu sözü təkdədir. Çoxluq bildirsə belə cəm şəkilçisi yoxdur deyə. Burada uzlaşma pozulubdur. Uzlaşma pozulmaqla yanaşı, həm də qrammatik norma pozulmuşdur. Çünki mübtədanın əsas tərəfinə əsasən baxanda biz görəcəyik ki, bu təkdədir, xəbər isə cəmdədir. Ona görə bizim cavabımız D variantı olacaq. Y-də də yenə deyir, onlar müəllimdən sual gizlətməyən şagirdlərdir. Burada uzlaşma gözləniliblərlər. Hətta burada qrammatik norma da gözlənilibdir daha doğrusu. Çünki onlar insan anlayışı bildirir. İnsan anlayışı olanda deməli cəmdə olmalıdır xəbərdə. İkinci cümlədə, ikinci testdə baxırıq. Burada deyir ki, hansı sırada bütün sözlərin tələffüz forması düzgündür? A. İtinasız doğrudur, sərgi doğrudur, çökəklikdə ikinci K ih olmalıydı. Ona görə burada yanlışlıq var, bütün sözlər olmadı. İkinci sözə baxırıq. Korifey doğrudur. K-nın ştrixinə mütləq diqqət edirik ki, tələffüzdə qoyulmalıdır. Kürk sözü elə yazıldığı kimi tələffüz olunur. Yəni sondakı K ih olmamalıydı, K olmalıydı. Ona görə bu variant da yanlışdır. Fəvvarə doğrudur. Paraşüt doğrudur. Sərtləşmə isə buradakı L, D olmalıydı. Sərtləşmək. Ona görə bu variantda götürə bilmirik. Ayaq altı. Sait gəldiyinə görə sondakı Q deməli Ğ olmalıydı. X deyil, Ğ olmalıydı. Yenə burada da düzgün olmadı tələffüz. Y-də neftçi, bəli, neftçi yazılır. Tələffüzdə isə T düşəcəkdir, doğrudur. Pencək K-la yazılır, ih tələffüz olunur. Əyin başda olduğu kimi tələffüz olunduğuna görə cavabımız olacaqdır Y variantı. Üçüncü sual. Tamamlığın əlavəsi işlənmiş cümləni müəyyən edin. Əlavə bilirik ki, özündən sonra gələn, deməli, daha doğrusu əlavə adətən sonra gəlir. Özündən əvvəlki üzvün mənasını dəqiqləşdirir, konkretləşdirir. Və bunun üçün ilk işimiz nədir? Cümləni düzgün təhlil eləməliyik. Hikməti zavod direktorunu görəndə bayaqdan düşündüyü sözləri xatırladı. Xatırladı kim? O, mübtəda ixtisar olunubdur. Nə zaman? Hikməti zavod direktorunu görəndə. Burada ümumiyyətlə cümlə üzvünün əlavəsi yoxdur. Hikməti zavod direktorunu görəndə bizim zaman zərfliyimizdir və bu zaman zərfliyi də nə ilə ifadə olunubdur? Feili bağlama tərkibi dolayısıyla feili birləşmə ilə ifadə olunubdur. Burada söz birləşməsinin asılı tərəfinin əlavəsi işlənibdir. Ümumiyyətlə cümlə üzvünün əlavəsi yoxdur. Ona görə A getdi. İndi hamı həmin məsələyə istehsal prosesinə fikir verirdi. Fikir verirdi kim? Hamı nəyə? İstehsal prosesinə, nəyə? Məsələyə. Deməli, hər ikisi tamamlıqdır və deməli, tamamlığın əlavəsi işlənilibdir. Bunu düzgün cavab olaraq götürəcəyik B variantını. Amma gəlib baxırıq C-yə. Bir qədər sonra artıq dəstə dağın ətəyində səngərlərin yanında idi.
Dediyim kimi, əlavəni tapmaq üçün cümləni düzgün şəkildə təhlil etməliyik və yaxud da ikinci bir variant olaraq da əlavəni cümlədən silib cümləni yenidən təhlil etməliyik. Məsələn, burada bizim əlavə səngərlərin yanında idi sözüdür. Bunu saymasaq, bir qədər sonra artıq dəstə dağın ətəyində idi. Deməli, idi artırılmış söz də bilirik cümlənin xəbəri olur. Burada xəbərin əlavəsi işlənibdir. D-də, bura hər yer gəldiyim kənd babamın doğma kəndidir. Deməli, babamın doğma kəndidir xəbərimiz olacaqdır. Hara, bura, mübtədanın əlavəsi var. Həmin şəhərdə, Balakəndə o vaxt xeyli yaşamışdıq. Yaşamışdıq kim biz, yenə mübtəda ixtisar olunubdur. Harada, şəhərdə, harada, Balakəndə, burada isə yer zərfliyinin əlavəsi işlənmişdir. Ona görə cavabımız olacaq B variantı. 34. Cümlələrdən hansında təyin söz birləşməsinə ifadə olmuşdur? Gəlin baxaq. Keçdiyim bütün yollar qəlbimdən keçir, gedir. Təyin olan burada üzvlər, yollar, mübtəda, hansı yollar, bütün yollar, hansı bütün keçdiyin. Demək, burada qeyri-həmcins təyin işlənibdir. Biri əvəzliklə ifadə olunubdur, biri isə feili sifətlə ifadə olunubdur. Burada söz birləşməsi yoxdur. İkinci cümlə B-də yaşadığı maraqlı hadisələri yazar, hekayələşdirərdi. Yazar nəyi, hadisələri, tamamlıq, tamamlığın təyini, maraqlı, hansı maraqlı yaşadığı. Yenə də feili sifət və sifətlə ifadə olmuş qeyri-həmcins təyin işlənibdir. Sənin mənə göndərdiyin şeirlər çox böyük məna daşıyır. Şeirlər, hansı şeirlər? Sənin mənə göndərdiyin. Söz birləşməsidir sənin mənə göndərdiyin və burada bir şey də diqqətinizə çatdırım ki, əgər üçüncü növün sxeminə uyğun gəlir, sənin göndərdiyin yelik mənsubiyyət, amma dık plus mənsubiyyətlə olarsa biz buna feili birləşmə deyəcəyik. Deməli, burada təyin var. Təyin söz birləşməsi ilə, hətta feili birləşmə ilə ifadə olunubdur. D və Y variantında təhlil eləyək. İdarənin rəhbəri dünənki görüşdə əsas məsələləri oradakılara çatdırmışdı. Çatdırmışdı kim? İdarənin rəhbəri mübtədadır. Hansı görüşdə? Dünənki. Burada bir dənə təyinimiz var dünənki. Bu da söz birləşməsi deyil, əsas nitq hissəsidir. Əməkdar incəsənət xadimi öz çıxışını ən sevilən mahnısı ilə yekunlaşdırdı. Yekunlaşdırdı kim? İncəsənət xadimi hansı əməkdar? Yenə bu sifətlə ifadə olunubdur və çıxışını ən sevilən də yenə söz birləşməsi ola bilmir, çünki bir tərəfi ədaddır. Ona görə burada da cavabımız olacaqdır C variantı. Davam edirik. 35. Səbəb zərfliyi feili birləşmə ilə ifadə olunan cümləni müəyyənləşdirin. Keçmiş hadisələri xatırlayıb bir qədər qəhərləndi. Qəhərləndi. Kim? Yoxdur yenə. Mübtəda ixtisar olunubdur. Bir qədər deməli olacaqdır kəmiyyət zərfliyi. Niyə kədərləndi? Keçmiş hadisələri xatırlayıb. Əsas tərəfi feili bağlama ilə ifadə olunmuş. Deməli, feili birləşmə var. Keçmiş hadisələri xatırlayıb. Niyə, nə səbəbə qəhərləndi? Səbəb zərfliyidir. A variantı ilə bizim düzgün cavabımız olacaq. Digərlərinə baxaq. Gecikdiyi üçün, burada gecikdiyi üçün feili birləşmə deyil. Çünki üçün var burada. Tərkib əmələ gətirməyib. Tərkib əmələ gətirməsi üçün mütləq tərkibində deməli, iki əsas nitq hissəsi olmalıdır. Səbəb zərfliyidir, amma feili birləşmə deyil deyə B olmayacaq cavabımız. C-də soyuqdan titrəyirdi. Niyə? Soyuqdan da çıxışlı xal şəkilsi qəbul eləmiş sifətli söz birləşməsi deyil. Həyətdən qəribə səs eşidildi. Səməndər diksinib yuxudan ayıldı. Ayıldı kim? Səməndər. Deməli, yuxudan ayıldı. Diksinib. Burada da niyə, nə səbəbə? Sadəcə feili bağlamadır. Feili birləşmə deyil. Çünki tərkib əmələ gətirməyib. Kitabının işıq üzü görməsi onu hədsiz dərəcədə sevindirmişdi. Sevindirmişdi nə kitabının işıq üzü görməsi kimi onu. Hədsiz dərəcədə isə olacaqdır kəmiyyət zərfliyi. Burada heç səbəb zərfliyi yoxdur. Burada da ona görə cavabımız A variantı olacaq. Hansı cümlədə suala cavab verməyən iki cümlə üzvü işlənmişdir? Suala cavab verməyən cümlə üzvü deyəndə bizim xatırlamalı olduğumuz bir predikativ sözlərdir. Hansı ki, var, yox, lazım. Bunlar suala cavab vermədən cümlə üzvü olur və xəbər olurlar təbii ki. Bir də sual əvəzliklərini xatırlamalıyıq ki, sual əvəzliklərdə sual olduğu üçün suala cavab verməyən cümlə üzvü olurlar. Baxırıq. Gördüyü işlər haqqında pis danışanlar vardı. Burada bir dənə var, suala cavab verməyən, ikinci yoxdur. Bizdən 2 dənə istəyir. Bilmədi ki, o gülü kim üzəcək? Burada bilmədi ki, kim var bir dənə, başqası yoxdur, yenə bir dənədir. İndi şəhərdə həmin maşınlardan tapmaq mümkündür.
mümkündür var burada. Mənə lazım olan bu kitabdan kimdə var? Burada deməli var, bir də kimdə var? Elə cavabımız D variantı olacaq. Hansı bəstəkar belə gözəl əsər yaza bilər? Burada isə bir dənə hansı var? Ona görə cavabımız D variant. Bizdən 2 dənə istədiyinə görə D variantı olacaq. Hamı bilir ki, kəndlərdə, şəhərlərdə, rayon mərkəzlərində xeyli işlər görülür cümləsinin təhlili ilə bağlı səhvi müəyyənləşdirin. Cümləni təhlil eləyək təbii ki, ilk öncə. Görülür nə işlər, mübtəda, xeyli təyin olacaqdır. Harada? Deməli, rayon mərkəzlərində, şəhərlərdə, kəndlərdə bunlar həmcins zərfliklər olacaqdır. Hamı bilir ki, bu da mürəkkəb cümlədir hal-hazırda bu cümlə. Ona görə ki, xəbərimiz var. Baxırıq, deyir ki, həmcins sözlər isimlə ifadə olunmuşdur. Bizim elə səhv cavabımız bu olacaq. Çünki kənd, şəhər, bunlar isimdir, doğrudur. Amma rayon mərkəzi artıq isim deyil. İkinci növ təyinli söz birləşməsidir deyə həmcins üzvlər isimlə ifadə olunmuşdur cavabı səhv olacaq. Amma digərlərə baxsaq, bütün cümlə özləri işlənməmişdir. Deməli, burada deməli görülür, xəbər, mübtəda, tamamlıq yoxdur. Ona görə B variantı yanlışdır. C-də təyin sayıla ifadə olunmuşdur. Deməli, xeyli işlər. Bu da doğrudur. Sonra mübtəda və xəbər həmcins deyil. Həmcins deyil, bəli. Hamı bilirə aiddir. Görülür işlərə aiddir. Mübtəda və xəbər bunu dedik. Nümunədəki köməkçi nitq hissələrindən yalnız tabellik bağlayıcısı, yəni ancaq ki işlənibdir. Bu da doğrudur. Ona görə səhv cavabımız A variantı olacaqdır. Daha sonra aşağıdakılardan hansı söz birləşməsi deyil? Söz birləşməsi olması üçün bizə ən azı 2 əsas nitq hissəsi lazımdır. Və burada da biz ehtiyatımızı gözləməliyik köməkçi nitq hissələrindən, bir də ol, et, bil, qıldan gözləməliyik ki, çünki onlar tərkibi mürəkkəb feillər olurlar. Burada ilə gəlib baxırıq, danışa bilən, danışa bilmək. Bu sadəcə tərkibi mürəkkəb feildir, söz birləşməsi deyil. Amma pəncərənin qarşısındakı deməli, söz birləşməsidir, dünənki hadisə söz birləşməsidir. Hamı üçün çalışanda, bəli, burada üçün sadəcə quruluşa təsir göstərməyib. Feili həyatın şirin anları yenə söz birləşməsidir. Cavabımız ona görə A variantı olacaq. Şəhər idarəsindən gələnlər alqı-satqı vərəqələrini, hesabat kağızlarını, idarələr arası yazılmaları diqqətlə yoxlayırlar cümləsində. İşlənən həmcins sözlərə aşağıdakılardan hansı ümumiləşdirici söz əlavə edilə bilər? Deməli, həmcins sözləri tapırıq ki, alqı-satqı vərəqlərini, hesabat kağızlarını, idarələr arası yazılmaları. Biz burada ümumiləşdirici söz olaraq məktubları yox, dövlət sənədləri, bütün sənədləri diqqətlə yoxlayırdılar. Elə C variantını seçə bilərik. İşçiləri olmaz, işçi müraciətləri də olmaz. Yəni, ümumiləşdirən söz eyni zamanda bu həmcins sözlərin hər birinə aid olmalıdır. Bizim cavabımız olacaq C variantı. Ümidvaram ki, sizin üçün faydalı olacaq. Yenə də hər hansısa bir sualınız, hər hansısa bir fikriniz olsa yazarsınız.